Qarabağ top klubdur. Mən ona belə sayıram. Çünki niyə? Gör neçə illərdir Avropada oynayır. Əsasən də bu ilki onun Çempionlar Liqasına çıxışı həddindən artıq yüksək səviyyədədir və nə oyunlar oynayıb bıçağacan, hətta axırıncı oyunu məsələn Ajaxla oynadı. 65-70-ci dəqiqəyəcən Qarabağ üstün idi. Hətta hesabda da irəli idi və oyunla üstün idi. Mən ancaq oyunu gətirirəm. Çünki oyun olan yerdə orada hər şey düzəlmək olar. Səhvlər olacaq. Bir var ki, komanda səni məcbur edir səhv edəsən, bir də özün səhv edəsən. Amma hal-hazırda Qarabağ Ajaxdan sonra mən deyərəm ki, psixoloji duruma düşdü. Məsələn, Sizcə niyə? Bəlkə o 12 dəqiqəyə buraxılan 3 qolun təsiri oldu. Bəli, həmin o qollar onları biraz sarsıtdı. Bu adi bir şeydir. Bu həmişə olub. Belə hadisələr olub. Amma yenə onun qabağdan hiss eləyəsən, qabağını alasan. Bayırsan məni. Ona görə də Qarabağ, mən deyərdim ki, məsələn, çoxsu deyir ki, yorulurlar oyuncular. Mən elə düşünmürəm. Onlar psixoloji yorulublar. Çünki psixoloji durum həddindən artıq böyük önəmdir. Bu yaxınlarda Qurban da, müəllim də o sözü dedi ki, hələ çox olmayan şeyi bu yazırlar ki, onu istəyirlər, bunu istəyirlər. Bu oyunculara təsir edir. Bu olacaq. Mən onun üçün bayaq dedim ki, Qarabağ top klubdur. Qarabağ hər şey hazır olmalıdır. Onun üçün də onun iki planı olmalıdır. Birinci A planı öz heyəti, B planı hazırlıq oyuncular. Biri getdi, obursa onun yerinə gəlməlidir. Çünki imkanları da var. Bu əsas aldı. Çünki hər şey imkandan asılıdır. Hal-hazırda o oyuncular ki, oyuncular gör neçə ildə oynayırlar Avropada. Bayırsa məni, onlar özləri düşünməlidirlər ki, euforiya qatmaq hələ tezdir. Bayırsa məni, hələ tezdir.